Quran cahiliyyət dönəmi deyir. Və gedin açın Quran-ı Kərimi, cahiliyyət dönəmini Allah Taala 4 dənə xüsusiyyətini deyir. 4 dənə xüsusiyyətini çıxardır, qabardır, qoyur ortaya. Deyir, o dönəmi necə təhlil eləməksə, bu 4 xüsusiyyətinə baxın, o dönəmi anlayın. 1 buyurur, İz cəalə əlləzinə kəfəru fi qulubihim əl-həmiyyə həmiyyətəl cahiliyyə. Allah Taala cahiliyyət dönəminin bir xüsusiyyətini nə deyir? Deyir, o dönəmin xüsusiyyətlərindən biri, cahiliyyət dönəminin xüsusiyyətlərindən biri yersiz təəssübkeşlik. Ələl xüsus qəbilə təəssübü. Onlarda bu xüsusiyyət var idi. O mənim qardaşımdır, batil də olsa qardaşımdır. Haqqı batılə da qurban verirəm. Belə bir təəssüblər var idi. Qəbilə təəssübü. Çünki olan şəxsiyyət və huviyyətləri qəbilə təəssübü ilə ölçülürdü. Çünki yaşamaq üçün qəbilə olmalıydılar və bütün güclərini də ora səvərbər eləmişdilər. Yaşamaq istəyirlərsə bir yerə yığışmalıdılar, başqa yolları da yox idi. Bu cürlə baxırdılar məsələ. Hətta qəbirlərə geyirdilər, baxın, Quranda ayədir, qəbirlərə geyirdilər, deyirdilər, bax, o qəbirdəkini görürsən, deyirdi, hə, o mənim qohumumdur, o səndən qabaq olmuş, biz sizdən qabaq olmuşuq, bizim sayımız sizdən çoxdur, biz sizdən güclüyük, bax, o qəbirdə yatan filan kəs mənim dayımdır, o babamdır, o babamın babasıdır. Əl-hakumut təkasur, hətta zurtumul məqabir. Quranda ayədir, təkasur oradan danışır. Qəbilə təəssübü var idi. Hətta qəbilə təəssübü dini maraqlarından da daha ötədə idi. Olan dini olub yoxsa yox, toxunacağım sizə gələn söhbətlərimizdə Ərəb yarımadasında hansı dinlər var idi, necə idi durum vəziyyət. Amma bu qədər deyim sizə, qəbilə təəssübü dini maraqlarını ötüb keçirdi. Məsələn, haram aylar o dönəmdə də var idi, amma qəbilə indi vuruşmaq istəyəndə haram ayların yerini dəyişdirirdilər ki, tək ki biz öz işimizi görək. Belə. Nəsəbşünaslıq elmi onlarda məşhur idi. Nəsəbşünaslıq nədir? Filan kəs, filan kəsin atası, filan kəs, filan kəs, filan kəs. Bu elm onlarda məşhur idi. Başqa təəssüblər də öz